Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. TikTok'da gündəm olan sızanaq sıxılması ilə bağlı oyuncaqlar uşaqlarda və onların analarında patomimiya adlı nadir psixi xəstəlik təhlükəsi yaradır. Bu barədə Marş Telegram kanalı material dərc edib. Materialda bir neçə Rusiyalı dermatoloqun bu trendin təhlükəli olması barədə xəbərdarlıqları yer alır. Bildirilir ki, insanın heç bir səbəb olmadan dərsini qurdalmaq xəstəliyi, infeksiyalar, iltihablar, psixi problemlər kimi nəticələrə gətirib çıxara bilər. Antistres kimi satılan oyuncaq haqqında video çaxlar TikTok və digər sosial şəbəkələrdə geniş yayılıb. Uşaqların dəli olduğu bu yumuşaq oyuncaq üzərindəki sızanaqları sıxmaq mümkündür. Ən məşhur model isə uşağın üzüdür. Lakin həkimlərin sözlərinə görə bu trend təhlükəlidir. Çünki ağlı hələ tam formalaşmamış uşaqlara təsir göstərir. Çünki onlar daha sonra sıxma prosesini öz üzərlərində həyata keçirməyə başlayırlar. Hətta iş o yerə çatır ki, nəyisə sıxmaq həvəsi ilə altında təmiz dəriyə zərər verirlər, infeksiya salırlar və s. Belə hallar artıq kifayət qədərdir. Hətta analar artıq xəstəxanalara müraciət etməyə başlayıblar. Adama elə gəlir ki, onun hər yerində sızanaqlar var və o sözün əsl mənasında özünü parçalayır. Belə halda dermatoloqlar xəstəni psixiatra yönəldirlər ki, o da əhəblər və uzun müddətli müalicə təyin edir.